öz yarını tapa bilməyən, onun ən böyük sevgisi olan səhnədən ayırmağa çalışan və getdikcə ruhuna yadlaşan seçimləri əslində Rübabəni həyatda təkləmişdi. Bəzən bu təklikdən qaçmaq da istəyirdi. Yalan nə deyim, o özlərinə görə, öz xasiyyətlərinə görə ayrılıblar. Mənim atamla da, bacımın atasıyla da ayrılıblar. Ancaq anamın sənətinə görə. Bərəm Mənsurov gedir qapısına, o şeylər gedirlər qapısına ki, bəs icazə ver, operadır, büyün konsertdir, icazə vermirmiş, istəmirmiş oxusun. Sonra anam da indi birinci ailəsini dağıtmışdı sənətə görə, ikinci ailəsini də dağıtdı sənətə görə. Ya, axır ki, ikinci ailəsi də belə dağılır. Anam ayrılır onunla. Rübaba həqiqətən sənət üçün doğulmuşdu. Sənət üçün doğulmuşdu, səhnə üçün doğulmuşdu. Rübaba daxilən ikən kövrək adam idi. Ailəni qurmaq, ailəni qorumaq hər kişinin işi deyil. Hər qadının da işi deyil ki, o ailəsini qoruya bilsin. Biraz zəiflik eləmişdisə də vaxtında, amma sənətlə onları birləşdirə bilirdi. Sənətlə. Onun sənətinin gücü çox möhtəşəm idi. Da indi hər şey 100% olanda onda nə oldu? Olmur axı bəzən. İstəyirsən ola, olmur. Rübabə Muradovanın rəsmi nigahına bununla son qoyuldu. Səhnənin gözəl Leylisinə təbii ki, məcnun olmaq istəyənlər çox idi. Amma heç kim onun həyatında əsas adama çevrilə bilmir. Və beləliklə, tanıdığımız, hansı məqamda isə tanımadığımız Rübabə ömrü başlayır. İki qız anası, böyük bir ailənin ilki olan Rübabə həm də bacı-qardaşına həyan idi və onun sənətindən dolayı böyük bir çevrəsi var idi. Yaxın rəfiqələri, sənət dostları və bir də bir çox qapıları onun üzünə açan adı sanı. Anam zəngin adam idi. Anam ailəcanlı qadın idi. Öz atasının, anasının bütün balalarını mənim anam yerbəyer etib, ali savadlarını verdirtdiribdi onlara. Yaxşı baxıbdı onları ailələrinə, öz qardaşlarına, bacılarına yaxşı bağlayıb. Gözəl münasibətdə olub bacıları ilə. Onun o daxili zənginliyi ilə qarşı onun çox belə yumuşaq ürəyi var idi. Həm zəhəmli idi, həm də yumuşaq ürəyi var idi. Hamıya kömək eləyirdi. Hamıya kim qapımıza gəlsəydi, mənim anam o adamlara kömək eləyəcəkdi. Adicə bizim çörək satanımız var idi aşağı ki, biz çörəyə düşmürdük. O anam zəngiliyərdi aşağı, çörəklərimizi qaldırardılar yuxarı. Və yaxud ki, evimizin xadiməsi düşərdi, alardı. Adicə o çörək qaldıran xanıma çox belə ürək, onun oğlunu tutmuşdular, kömək elədi ona. Görürsən ki, məştəqadan göyərtiyyət gətirərdi, arvad zəmbillə də pay gətirərdi. 10 qatını 10 pulunu verirdi ki, o kasıbdı gəlib mənim qapıma. Bunu götürüb gətirib mənim qapıma, bilir mənim varım var, onu əl tutardı. İnsanlarla çox mülayim idi, özünü yüksək tutmazdı, artıq əskik danışmazdı, heç vaxt. Heç vaxt. Kimisə görsün, yüksək tonla danışsın və yaxud da ki, onu özündən aşağı təbəqədəki adamı özündən eləməz, yaraşdırmasın, onu dindirməsin, danışdırmasın, elə şey yox. Elə xanımlar var idi, gələrdilər, toy danışardılar onunla da, bilirsiniz də o da miqdarı olurdu toyunda, muzikantlara da pul verilərdi. Mənim anam, görürsən, gəlirdi, deyirdi, Rübabə, qurban olum sənə, mənim o qədər pulum yoxdur, nə olar, mənim bir dənə qızım var, gəl onun toyunu oxu da. Mənim anam sözsüz həmirsiz, deyirdi, gələrəm, nə verərsən, çox sağ ol. Bax, elə bir insan olubdu, özünə toy barəsində qiymət oxumazdı heç kəsə. Sərpaylar gələrdilər ki, filan toy yaxşıdır, bahalı toydur, deyirdi, özünüz danışın, mənim qapıma gətirməyin adam. Amma kasıblar görsən özü gələrdi, sərpaylar görsədərdilər ki, Rübabənin qapısıdır. Də baha gedir, siz gedin danışın, özü gələrdi. Onu elə razı salıb gedərdi. Çox belə şən qadın idi.
gülüb danışan qadın. Bir də görürdün ki, qarman çalan Kübradır, Mir xanımdır, dəf çalanlardır. Bir də öz muzikantlarıdır, arvad oyunda arvadlar çalırdılar. Yığışardılar, oturardılar, yerdilər, içərdilər, gülərlər, danışan. Bir vır çatlasın olurdu evimizdə, düz səhərin özünəcə çalırdılar, oxuyurdular, oynayırdılar. Otururdular, sonra latı oynayırdılar. Hə, sonra da oturub latı oynayırdılar. Səhəri gözlərini, nənəm çıxırdı, ay balam, durun çıxın, gedin qoy yatağda. Ay bala, incitməyimizi, durun, gedin evimiz yoxdur. Gedin evimizə də. Mamam deyirdi, yo, ağırmış deyirdi, yo, ay mama, qoy oturublar. Çox mehriban insan idi, çox. İnsanlara qarşı, o heç vaxt mənim anam deməyib, mən deməyib. Mənim anam mən sözü deməyib ki, mən rubabiyəm, mən xalq artistiyəm.